Mətni diqqətlə oxuyun və verilən tapşırıqları yerinə yetirin. Qoruq mətnidir. Ovçu Pirim babanın nəsihətlərini nəvə nəticələri diqqətlə eşidirdilər. Bacardıqca canbaşla bütün buyruqlarına əməl edirdilər. Onlar Kür qırağının meşələrində gözə dəyən uçarlara, qaçarlara qulluq edirdilər. Dən səpib yem qoyub gedirdilər. Beləliklə, bu yerlərdə get-gedə quşlar da, heyvanlar da insanlardan qaçırdılar. Görürdülər ki, ovçu Pirim tüfəngə o vaxt əl atır ki, canavarlar, çaqqallar, ceyran kimi biçarələrə hücum edir, parçalayıb tələf edirdilər. Bu qayda ilə əfsanəvi bir qoruq yaranırdı. Bu qəribə əfsanəvi qoruğu Pirim baba da, onun nəvə nəticələri də bərk qoruyurdular. Get-gedə qoruq da genişlənirdi. Pirim baba bacardıqca öz qoruğunu yadlardan qoruyurdu. 28-ci sual. Mətnin birinci cümləsində düzgün işlədilməyən sözü müəyyən edib, onu uyğun sözlə əvəz edin. Ovçu Pirim babanın nəsihətlərini nəvə nəticələri diqqətlə eşidirdilər, yox, diqqətlə dinləyirdilər. Yəni, eşidirdilər yerinə dinləyirdilər yazılmalı idi. Çərçivə daxilində hansı söz mətnin məzmununa uyğun gəlmir? Beləliklə, bu yerlərdə get-gedə quşlar da, heyvanlar da insanlardan qaçırdılar. Məzmuna fikir verək, insanlardan qaçırdılar, yoxsa qaçmırdılar? Qaçırdılar yerinə, qaçmırdılar, düzgün söz olacaq. Mətndəki məcazi mənalı iki birləşməni müəyyən edin. Ola bilər, 1, 2. Burada əl atır, əl atmaq məcazi birləşmədir. Sonra burada nəvə nəsə diqqətlə eşidirdilər, bacardılar canbaşla bütün buyruqlara əməl edirdilər. Onlar Kürqına meşəndə gözə dəyən, bu da frazeologiyadır, məcazi mənalıdır. Yəni, bu cür ifadələri tapıb yazmaq olur. Diqqətinizə görə sağ olun.